Lərdən danışacağıq, həm uşaqlarda, həm böyüklərdə. Həqiqətən də bugün çox geniş yayılmış bir mövzudur. Parazitar xəstəliklər bir çox xəstəliklərlə yanaşı gedişli ola bilir və bir çox xəstəliklərin törənməsinə də səbəb ola bilir. Qurd növləri də təbii ki, bir çox məhsullardan keçə bilir. Əgər bugün gigiyenik qaydalara nəzarət olunmursa, qida rasionuna normal nəzarət olunmursa, bu qurdların yaranması çox asandır. Görürsünüz ki, tez hər bir şeyə reaksiya verir, qıcıq yaranır, baş ağrısı olur, ürək bulanması olur, yuxudan durur, halsız, yorğun, heç nəyə həvəsi olmur. Boydan çəkidən geri qalma olur. Bəli, boydan çəkidən də çox doğru vurğuladınız, belə uşaqlar geri qala bilir. İnsanlar onları çox önəmsəmir. Amma fikirləşmirlər ki, bunlar uşağın gələcəyinə nə qədər zərər verir. Anemiyanı yarada bilir. Xırda mikro qanaxmalara belə gətirib çıxara bilir. Və artıq anladınız ki, qonağımız kimdir? Yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Qeyd edim ki, verilişimiz canlı yayımlanır və tərəqqi medallı Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova bizlə bərabərdir. Çox sağ olun, təşəkkür eləyirəm. Mən də sizə can sağlığı arzulayıram. Sevə-sevə gəlirik. Bugünkü mövzumuz təbii ki, parazitar xəstəliklərdir. Mən də bu xəstəliklər haqqında geniş danışmağı sevirəm. Çünki niyə görə insanlarda bugün buna çox-çox rast gəlirik. Bəli. Və xəstələr hər dəfə gəlib deyəndə ki, məndən bu qədər parazitlər töküldü, qurtlar töküldü, doktor gözümlə gördüm. Hətta elə xəstə olub, bayılıb belə, görəndə qorxub. Qorxudan. Yəni, bu həqiqətən parazitar xəstəliklər bugün çox yaygındır və bunların düzgün müalicəsi, düzgün maariflənməsi üçün bu verilişlər çox önəmlidir. Nə yaxşı ki, varsınız Məlahət xanım. Çünki, baxın, illər əvvəl parazitar xəstəliklərdən danışanda kimsə buna dırnaq arası da baxa bilərdi. Amma indi hal-hazırda bütün dünya araşdırmaları göstərir ki, bir çox xəstəliklərin kökündə məhz parazitar xəstəliklər dayanır, qurdlar dayanır, parazitlər dayanır. Hətta onkoloji xəstəliklərin riskinin artırılmasında belə parazitar xəstəliklərinin rolu danılmazdı. Bunu artıq bütün dünya tibbi söylüyor. Mən həmişə bu verilişdə, bu parazitar xəstəliklər haqqında danışanda ilk dəfə mən bu verilişlərdə çıxıb bunu danışanda o təpkilər, o qınaqları yadıma salıram. Niyə görə? O vaxtı doğrudan da hamı biraz dırnaq arası baxırdı. Hətta utanırdılar insanlar bu haqda danışmağa və bunun haqqında kimsə desə ki, qurdum var, elə bilir, utanırdı. Amma illərdir, mən həmişə bunun üzərində dayanmışam və illərdir bunu və təbliğ eləməyə çalışmışam ki, insanlarda, uşaqlarda orqanizmə zərər verən, orqanizmdə immun sistemi çöktürən, vitamin balansını zəiflədən məhz qurdlardır. Nə gözəl dediniz ki, immuniteti çöktürən, sözün əsl mənasında immuniteti çöktürür. Bəli, bu, yəni danılmazdır. Yəni biz, bəzən həkimlər, məsələn, simptomları götürürlər ki, bu xəstəlik mədə-bağırsaqda da ola bilər, məsələn, öd-qaraciyərdə də ola bilər, anemiyalarda da ola bilər, ürək bulanma, baş ağrı, halsızlıq, yorğunluq. Amma bunu törədənin kim olduğunu, harada, necə olduğunu araşdırmadıqda aparılan müalicələr bizə istənilən nəticəni vermir. Ona görə də bizim, məsələn, əsas məqsədimiz odur ki, insanların bu haqda maariflənməsi, insanların bu haqda çox bilgisinin olması. Bir də doğru məlumatlanması. Bəli, doğru məlumat təbii ki, bugün informasiya vasitələri çoxdur, amma yanlış informasiyalar da çoxdur. Bəli, razı. Deyərdim. Əşi, qurd düzgün deyil, nəcisdə baxılmırsa qanda olmaz, qanda olursa nəcisdə düz deyil. Hərə bir versiya deyir. Amma elmi, praktik olaraq bunu araşdırsaq və düzgün istiqamətdə aparsaq, burada saskop, yəni yandan götürülən yaxmada, nəcisin ümumi analizidə və bir də onu qeyd edeyim ki, nəcisin əkilməsində parazitlərin görünməsi o qədər də mümkün deyil. Orada ancaq bakteriyalar, infeksiyaları görmək olur. Nəcis əkilməsi yox, nəcisin ümumi analizində bunun olması, açıq, aydın, normal görünməsi mümkündür və dəfələrlə ən azından bir 3 dəfə verərək bir neçə qurd növünün aşkarlanması mümkündür. Və həmişə dediyim kimi,
Bizim laboratoriyamız çox mükəmməl və genişdir və orada aparılan nəcis panelində olan qurdların müayinəsi çox effektiv aparılır və dəqiq diaqnoz əldə edə bilirik. Qanda olan qanda qurdun təyini antitellərin olması ilə işarələnir və bu reaktivlər bugün Azərbaycana gəlirsə, istər Almaniyanın olsun, istər Rusiyanın olsun, bu reaktivlər əgər varsa, demək bunları icad edən alimlər var və bunlar da öz təsdiqini tapıb ki, bugün bunlar istifadə olunur. İstər, baxın, qurdların Azərbaycanda 25 növü daha aktivdir. Onu bugün gündəmdə olaraq daha çox insanlar arasında yaygındır. Hansılardır doktor? Bu 10 növ qurdun əsasən, məsələn, insanların tanıdığı bir Lamblia ascaritdir. Lamblia ascarit deyəndə Lamblia parazitlərin bir növüdür, əmöblərə aiddir. Yəni, o ibtidailərə aid olduğu üçün bir hüceyrəlidir. Yəni, bu da parazitin bir növü olduğu üçün qurd kimi deyirlər insanlar. Amma insanların əsas tanığıdır, Lamblia ascaritadır. Ascarida, Lamblia, bunlar çox yaygındır, mən demirəm. Çünki Bakı əhalisi, şəhər əhalisi adətən daha çox kənd sularından istifadə etdiyi üçün lambliozlar Azərbaycanda, şəhər əhalisində daha çoxdur. Quyu sularından, kənd sularından istifadə olunan əhalidə bu daha çox yaygındır. Amma ascaritdir, angilostomadır, toksikaradır, trixofiozdur, enterobiozdur, abstrixozdur, exnokokdur və bir neçə qurd növləri, dediyim kimi bu növ qurd növləri çox yaygındır. Təhlükəliləri də var da içində. Təhlükəli qurdun hamısı təhlükəlidir. Məsələn, mən bu sözlə biraz razılaşmıram. Bu xəstələr də mənə çox deyir ki, təhlükəli. Təhlükəli, bəli, təbii ki. Hansı ki, əməliyyat. Mən düşünürəm ki, pasientlər onu əməliyyat üçün söyləyirlər ki, məsələn, exnokokda necədir? Onu yalnız əməliyyat vasitəsilə xaric etmək mümkün. Bəzən görsəniz, bəzi yerlərdə eşidirəm ki, exnokoku müalicə eləyirik, exnokoka belə. Exnokoku müalicə eləmək mümkün deyil. O arı pətəyi kimi qaraciyərdə oturur, ultrases müayinəsi zamanı da o aşkarlanıb görünə bilir. MRT-də də görünə bilər, KT-də də görünə bilər. Yalnız əməliyyat vasitəsilə xaric edilə bilər. Amma bunun müalicəsi sırf olaraq əməliyyat. Bəzən xəstələr inanmaq istəmir, hansısa vasitələrə. Məsələn, mən təcrübəmdə bu yaxınlarda bir 3-5 xəstədə belə halına rastlaşdım ki, biz aşkarlamışıq, hökm eləyir ki, yox, məni müalicə eləyir, mən əməliyyatdan qorxuram. Amma başa salırsan, deyirsən ki, bu əməliyyatsız mümkün deyil. Siz bunu mütləq əməliyyat eləməlisiniz. Əməliyyat olmasa, siz bunu öhdəsindən gələ müvəqqəti biraz sakitləşə bilər. Amma təkrar yenə də o artdıqca sizin qaraciyəri məhv eləyir. Hətta ağciyərdə də ola bilər exnokoklar. Buna görə də exnokok təbii ki, təhlükəli qurd növünə aiddir. İstər ascaritlər olsun. Ascarit özü elə də yaygın olduğuna görə bəlkə də insanlar vərdiş eləyib bunu eşitməyə. Bir də adını çox eşitmişik, hər kəs bilir. Enterobioz özü, xırda bağırsaq qurdları. Valideynlər deyir ki, bu qurd növü hamıda var. Baxın, hamıda var. Anemiya verir. Uşağın boydan inkişafdan qalmasına, çəkinin azalmasına, ümumiyyətlə halsızlıq, yorğunluq, yuxululuğun olması, zehni zəifliyin olması, yuxudan duran zaman bayaqlar, məsələn, xəstələr gəlir, xəstələrin içərisində böyük qızlar, institut tələbələri var, yaşlı nəsil nümayəndələri var. Amma bunlar bu qurddan, parazitdən əziyyət çəkirlər. İllərlə mədə bağırsaq müalicə eləyirlər. İllərlə qaraciyər öt müalicə eləyirlər. İllərlə gedirlər, nevroloji müalicələr alırlar. Haşnana qurdları uşaqlarda sudurqalara belə gətirib çıxara bilir. Epileptik tutmaları gətirib çıxara bilir. Yəni, bu qurd növlərinin vaxtında, zamanında düzgün müalicəsi aparılmadıqda, təbii ki, sonradan başqa fəsadlara, başqa problemlərə də gətirib çıxara bilir. Ümumiyyətlə, parazitar xəstəliklərin fəsadları orqanizmdə çoxdur. İnfeksiyalarda da, hətta qız uşaqlarında, məsələn, yaşlı nəsildə olsun belə, sidik kisəsinin iltihabında, hətta sistit deyərək illərlə müalicə
müalicə alanlar olur, hansı ki onun da kökündə çox zaman məhz bu parazitar qurd xəstəlikləri olur və biz hər dəfə parazitar qurd xəstəliklərindən danışanda insanlar bizdən o əlamətləri soruşur. Bəli, hər dəfə biz bunu səsləndiririk, amma mən istəyirəm yenə bu sualı doktorumuza ünvanlayım ki, insanda parazit infeksiyasının, parazitlərin olduğunu göstərən əsas əlamətlər hansılardır, doktor? Baxın, parazitlər bugün çox yayğındır, əlamətlər fərqli də ola bilər. İnsanlarda xırda bir misal çəkib, elə xəstə var ki, onun öd daşı, öd doludur daşla, lal daşdır. Ona heç bir pristup vermir, heç bir narahatçılıq vermir, ağrı vermir. Haçansa bir təsadüfi ultrasəs müayinəsi zamanı aşkarlanır ki, bunun öd kisəsi dolu daşdır. Amma xəstədə heç bir narahatçılıq yoxdur. Amma xırda, 3-5 daşı, xırda bir daşı olan insan var ki, gündə pristup verir. Tutma ağrıları olur. Amma bu o demək deyil ki, insanda parazit var, onda əlamət yoxdursa, bunda qurd yoxdur. Elə xəstələrimiz olub ki, məsələn, onu gətiriblər allergiya ilə bağlı. Kök uşaqdır, çox kök uşaqdır, başqa bir narahatçılığı yoxdur, heç bir əlamət yoxdur, amma güclü övrəsi var. Analiz zamanı aşkarlandı ki, elə uşaqlar immunoglobulin yeni verəndə ya allergi paneli verəndə orada heç bir allergiya göstərmir. Amma xəstə həmin əlamətlərlə daxil olur. Deməli, bu onda yalançı allergiyadır. Bəli, yalançı deməzdim. O qurdun yaratdığı allergiya, övrədir. Yəni, bəli, övrədir. Ona görə ki, qurdun yaratdığı övrələr daha kəskin olur, gecə tutma şəkilli olur. Bəzən elə uşaqlarda qarın nahiyəsində xəritə şəkilli korişniv ləkələri olur. Bəzən görürsünüz həddindən artıq belə uşaqlarda, məsələn, həqiqətən də bu o mənada yalançı olur ki, xəstə allergiya kimi qəbul edir. Amma əslində bu allergiya deyil. Bu qurdun toksik təsirindən bu yaranır. Toksiki allergiyada. Yəni bu problemləri, əlamətləri verən? Əlamətləri verən qurddur. Qurd müalicə olunan kimi o allergiya tamamilə savrulub gedir və heç allergik əlamət qalmır belə. Doktor, dəri problemləri də yaradır da qurd xəstəlikləri? Təbii ki, baxın, xəstələr çox müraciət edir aknelərlə, üzündə cavan yeniyetmələr, səpkilərlə. Çox vaxt deyirlər ki, bu vulqar bu səpkilər, aknelər adətən ilə bağlıdır. Ərgənlik devridir, yeniyetməlik devridir, keçid devridir. Buna görə yaranıb, amma əslində bu belə deyil. Belə uşaqları, elə bu keçmişdə belə olub deyinə, belə demək, hər kəs bunu kör-köranə müalicə eləyib, ya müalicə eləməyiblər, bunlarda çapıqlaşma, çopurluq əmələ gəlib. Bu yeniyetməlik səpkiləridir deyib üstündən keçmək olmaz. Həmin səpkilər sonradan daha yayğın olur. Kürək nahiyəsində, qollarda, üzdə və get-gedə bu iltihaplaşma, irinli səpkilər üzdə çapıqların əmələ gəlməsinə səbəb olur. Amma bunlar, belə xəstələr çox müraciət edir bizə. Uzun müddət kosmetoloqlarda müalicələr alırlar. Müxtəlif kremlər istifadə edirlər. Məsələn, heç o krem ona olmaz. Məsələn, görürsə, pitatilini krem çəkir, yağlı krem çəkir, heç lazım olmayan, məsələn, yeniyetmələr, qidalandırıcı müxtəlif maskalardan qız uşaqları çox istifadə edir, tonalni kremlərdən. Tonal kremlər özləri qrimdir. Bu dəriyə hava buraxmır və onu istifadə edəndən sonra edirlər, örtmək üçün rahatdır, çox gözəldir. Əvvəllər onları ancaq səhnələrdə istifadə edirdilər. İndi tonal kremləri gündəlik olaraq istifadə olunur. Bu doğru deyil. Bu da məsamələrə dolur və daha da o iltihaplaşmanı artırır, dəri nəfəs almır və get-gedə daha kəskinləşmiş formaya gəlib çıxır. Baxın, bunları niyə saydıq? Mən heç bir kosmetoloqun işini sevmərəm, küçümsəyim, ona deyim ki, yox, bu belə. Bəzən çıxırlar, deyirlər, yox, kosmetoloq belə elədi, bu filan kəs. Hər kəs öz işini bildiyi kimi idarə eləyəcək. Hər kəsin öz iş metodu var. Bunu idarə eləmək deməzdim. Hər kəsin öz iş metodu var və hər orqanizma uyğun da müalicə tətbiq olunmalıdır. Bəzən yanlış olaraq bəzi xəstələr öz başına elədikləri sıxmalar, çiskalar, ev şəraitində apardıqları o üzə elədikləri müdaxilələr kəskinləşməyə gətirib çıxarır. Amma daxili heç kim düşünmür. Ancaq yerli olaraq o görüntüləri görürlər.
Klinikamızda məsələn bilirsiniz ki, çox profilli klinikadır. Bizdə nevrologiyadan tutmuş, mədə bağırsaq, öd qaraciyər, məsələn kosmetologiya geniş sahədə, dəri, dermatoloji müalicələr hamısı var. Amma biz bunlara fərdi yanaşırıq və hər bir xəstənin orqanizminə uyğun olaraq tətbiq edilir. Bizim gələn xəstələrimizin içərisində, məsələn, bugün 2-3 xəstənin, ikisi, üçü, məsələn, o vaxt uşaqlarını müalicə eləmişik, biri bacısının uşağı, yəni belə xəstələr gündəlik bizə gəlir. Niyə? Onlar o effekti görür. Bizim, məsələn, bir şey də deyim ki, bəzən xəstələr yarımçıq müalicələrlə gözəl müsbət nəticə istəyirlər. Bütün həkimlərin xəstələri bilir. O həkimi qoyur müalicəsini yarımçıq bizə gəlir, bizdən çıxır, ora gedir, orada. Səbirsizlənirlər, nəticə əldə etməkdən ötürü. Amma tez nəticə dəridə, saçda tez nəticə almaq mümkün deyil. Protokolla, məsələn, xəstəliklərin müalicələri var. Axı buna orqanizmin gücü çatmaya bilər. O protokoldan kənar, məsələn, xəstə uzun müddətdə müalicə ala bilər. O demək deyil ki, protokolla 21 günə mən müalicə olmalıyam. Bu orqanizm ona cavab vermirsə, və nəticə özünü göstərməlidir. İmmun sistem normal deyilsə, siz demişkən, nəticə necə ola göstərsin? Bəli. Bu çox doğru vurğuladınız. Bir də bəzən, xüsusən də sizə müraciət edən pasientlərdə, baxın, saç problemləri, dəri problemləri, elə ağır problemləri. Yəni, bunlar uzun müddətli bir yanaşma tələb edir və mən nəyi sevirəm? Nərgiz Tibb Mərkəzində, başda Məlahət Qəhrəmanova olmaqla, orada bir kompleks yanaşma var. Yəni, problem araşdırılır, altda yatan səbəb tapılır, doğru diaqnoz qoyulur, daha sonra doğru müalicə üsulu seçilir və nəticələr də göz qarşısında heç, bax, saç problemləri ekrandadır hal-hazırda. Bu nəticəni dünyada belə sizə barmaqla sayıla biləcək həkim vəd edə bilər, amma Azərbaycanda, Bakıda yalnız Məlahət xanım Nərgiz Tibb Mərkəzində bu nəticələri artıq 20 ildir ki, sizə göstərir, canlı-canlı bunların şahidi olursunuz və bir daha qeyd edim ki, bizim tibb elmləri doktoru Nərgiz Tibb Mərkəzinin baş həkimi ilə əlaqə üçün əlaqə nömrələrini ekranlarda görürsünüz. 051 388 70 70, 012 541 70 70 və Nərgiz Tibb Mərkəzinin ünvanını soruşanlar üçün qeyd edim. TQDK-nın yanında yerləşir Sabit Rəhman küçəsi 11. Suallar çoxdur. Parazitar xəstəliklər hər zaman insanların maraq dairəsində olan mövzudur. Qısa aradan sonra elə sizin suallarla davam edəcəyik. Gözünüz bizdə olsun. Parazitar xəstəliklər, öd durğunluğu ilə bağlı olan problemlər və ümumi müayinə, qəbul ödənişsiz və sizə doğru diaqnoz qoyulmasında Nərgiz Tibb Mərkəzi və kollektiv... Onu da qeyd eləyə zəhmət olmasa. Saçla müraciət edən insanlarda saçın mikroskopik müayinəsi də ödənişsiz olacaq. İstədiyiniz vaxtı ayın 30-una qədər, bəli, 30-una qədər siz yaxınlaşıb həmin müayinələrdən keçə bilərsiniz. Bəli, bax bu aparatdır. Bəli, saçın müayinəsi, mikroskopik müayinəsi Günay verilişindən gələn hər bir kəsə ödənişsiz olacaq. Var olasınız, dəyərli doktorumuz. Və bu arada bir şey də demək istəyirəm ki, bugün ATV kanalının 25 illiyidir və mən buradan bütün ATV rəhbərliyinə təşəkkürümü bildirirəm. Onların qayğıkeşliyi, onların səmimiyyəti, həmişə bu kanal bizə çox doğmadır və biz buradan bütün Azər müəllim başda olmaqla hamıya, necə deyərlər, can sağlığı arzulayıram, sizi təbrik eləyirəm. Çox sağ olun. Gələn il, məsələn, yox, bir 25 ildə bundan sonra Allah ömür versin, biz sizi təbrik eləyək. Bu kanalda bizə doğmadır, illərdir burada çalışırıq. Bunun 20 ilini mən Zaurla Günayla çalışmışam. Dostluğumuz əbədidir. Mən bilirəm ki, bizim həmişə bir-birimizi çox anlayışlı qəbul eləmişik və bir daha hamını təbrik eləyirəm buradan. Nə yaxşı ki, varsınız. Həm yeni il qabağı, yeni ilinizi, həm də ATV-nin 25 illiyi münasibəti ilə bütün ATV əməkdaşlarını təbrik eləyirəm. Çox sağ olun. Bu 20 ildə siz bizdən bərabər olmuşsunuz. Nəyə görə deyirəm? Çünki mən xatırlayıram ki, mən elə ilk efirə çıxdığım müddət, yəni düz 20 il bundan əvvəl, məndə də bu il yubileydi, 20 ilimdə. Məlahət xanım ilk dəfə bizim səhər verilişində mənim qonağım olmuşdu və təbii ki, Zaur bəyin qonağı olmuşdu və bu dostluğumuz o 20 ildir ki, davam edir və ATV bizim üçün təkcə bir iş yeri deyil və bir doğmalığı var. Bəli, bir evdir bizim üçün, bir ailədir. Mən ATV deyəndə... O bir kanallar inciməsin, hamını sevirik. Hamısını sevirik, hamısını da salamlayırıq. Yəni ilk addım attığımdır və həqiqətən də bu il
biz mütləq Zaurla Günayla da bir yerdə bu 20 illiyi qeyd eləməliyik. Mütləq bunu düşünməliyik, doktor, qeyd eləməliyik və dünən mən buradan bütün ictimai kanalı, ictimai TV-ni salamlayıram, əməkdaşlarını, rəhbərliyini salamlayıram və diqqətlərinə görə təşəkkür edirəm. ATV telekanalının 25 illiyi ilə bağlı bizdən müsahibə aldılar və mənə söylədilər ki, belə bir sualla müraciət elədilər ki, ATV telekanalı deyəndə hansı 3 ifadəni səsləndirə bilərsiniz? Mən söylədim ki, etibar, məsuliyyət, mən özümün hiss elədiklərimi qeyd etdim. Çünki ATV telekanalı mənim üçün etibarlı bir məkandır, məsuliyyətdir və bir də ailə. Çünki bura təkcə bir iş yeri deyil bizim üçün, həm də bir ailə ortamıdır. Burada hər kəs bizə doğmadır. İş yeri də bilirik. Həftəlik 3 günlük buradayıq. Bəli, bizlə bərabərsiniz və nə yaxşı ki, varsınız. Təbrik eləyirəm bütün əməkdaşlarımızı, təbii ki, başda rəhbərliyimiz olmaqla və qaydaq mövzumuza. Doktor, suallar çoxdur. İstəyirəm elə tamaşaçı sualları da davam edək. Sonra mövzumuzla da bağlı deyəcəkləriniz olsa söyləyərsiniz. Bir ana öz narahatlığını bildirir. Deyir ki, doktordan zəhmət olmasa soruş. Qızımın 9 yaşı var, amma saçları çox seyrəkdir. Biz bunun üçün nə edə bilərik? Baxın, ilk öncə düzgün müayinə lazımdır. Şəkilləri də verək. Və daxildə olan vitamin çatışmamazlığı ola bilər, saç köklərinin düzgün qidalanmaması, orqanizmdə immun sistemin zəif olması, vitamin balansının normal olmaması. Axı, uşaqların inkişaf devridir. 9 yaş elə bir devirdir ki, onun gərək hər tərəfli qida rasionu çox önəmlidir. Keyfiyyətsiz qidalardan uşaqları çəkindirin və düzgün qida rasionundan qidalanmasını təmin edək və irsi faktorlarda özü yerində gəlsin xanım, nə lazımdır köməklik göstərərik və müalicəsinə apararıq. Onu da qeyd edeyim ki, mən keçən həftə Bakıda olmadım, sizin verilişə də gələ bilmədim. Zaur da mənə bu sualı verdi. Açığı unuduram, fikrimdən çıxmışdı. Mən keçən həftə İstanbulda Maltepe Universitetində məhz elə alopecia ilə bağlı böyük bir çıxışım var idi. Ondan qabaq keçən ay isə mən İzmirdə konferansda o görüntüləri göstərmişdi. Bəli, var. O görüntüləri gələn dəfə göstərəcəm. Növbəti dəfə Maltepe Universitetindən göstərərik. Bəli, onu göstərərik. Çünki gələn ayda Ankara Medipol Universitetinə dəvəti almışam. Orada olacaq. Amma bunun səbəbi nədir? Mən bunu niyə dedim? Burada bugün, bayaq siz qeyd eləyəndə yadıma düşdü ki, dünyada alopeciyanın müalicəsi mümkün olmayan xəstəliklər sırasındadır. Amma mənim də bu saat Türkiyədə olan həkimlərin, Türkiyədə olan marağı məhz alopeciya xəstəliyi, saç xəstəliklərinə aid olan mənim balzam və gellərimdir ki, bunlar bu günləri çox gündəmdədir Türkiyədə. Hətta orada neçə professor mənə yaxınlaşdı. O görüntüləri gələn dəfə mən gətirəcəm. O alopeciya ilə bağlı olan mənim balzamın və o müalicələrin nəticələrini görəndə ki, bunlar tam təbii üsullarla, heç bir hormonal preparat, heç bir kimyəvi yəni dərmanlardan istifadə olunmadan sırt orqanizmin bərpası və öz gücünə yetişdirilən saçlardır. Ona görə orada o çox böyük marağa səbəb olub və universitetə də araşdırmalar üçün laborator bölümlər var. Orada iştirak eləyəcəm və bizim bu balzam və gellər orada hal-hazırda çox böyük araşdırması aparılıb və dünya markası adı altında, yəni bizim Məlahət gel və balzamları dünyaya satışı olacaq. Doktor, patenti heç kəsə verməyin. Bu sizin ixtiranızdır. O məni illərdir patent istəyirlər məndən. Türkiyədə dəfələrlə olmuşam. Ona görə dayanmışam və o formulu mən heç kimə vermirəm. Hər gün bizim evdə sizin canınıza dualar oxunur. Məsələ, bax, bu məlahət balzamları haqqında qeyd etmək istəyirəm. Bizim Zaurda da bir saçı ilə bağlı bir problem var idi. Bilirsiniz, özünüz aşırı kəpəklənmədən əziyyət çəkirdi və təsəvvür eləyin, efirdə olan bir insan və onun yaşadığı o kompleks istər-istəməz qara geyinə bilmirdi və o kəpək onu narahat edirdi və məlahət balzamlarının ilk gününün istifadəsində özüm şahid olduğum üçün bunu qeyd eləyirəm. Mənə qoymur istifadə eləməyə. Deyirəm, ver mən də istifadə eləyim. Saçlarım biraz da qalınlaşsın. Çox sağ olun, doktor. Qoy istifadə eləsin, nəticəsini görsün. Amma o aşırı seyrəklikdən əziyyət çəkənlər, saç dibində problemlər yaşayanlar, sebariyadan əziyyət çəkənlər də istifadə edə bilərlər. Bəli, amma baxın, sebariyadır, alopeciyadır. Bu xəstəliklər uzun müddət davamlı olan xəstəliklərdir və bu tibbdə də, ümumiyyətlə dünyada da
sevariyadır, alopesiyadır, müalicə olunmayan və gec müalicə olunan xəstəliklər sırasındadır. Amma mən onu qeyd edim ki, bəli, təbii ki, bu mənim bir çox arenalarda, bir çox ölkələrdə, onu da qeyd edeyim ki, Londonda aldığım məhz medal və fəxri professor diplomu saç balzamına görə olub. Saçın müalicəsində aldığım nailiyyətlərə görə Oxford Birliyinin fəxri professoru adını aldı. Universitetinin liderlər samitində mən iştirak elədim və orada da həmin o demək olar ki, o medalı və görüntülərimiz yayımlanır hal-hazırda. Aldım. Yəni bunu niyə görə deyirəm? Bəzən insanlar elə bilir ki, saçın müalicəsini elə hər hansı bir serum alacam, hər hansı bir şampunu alacam və gedib 3 dənə iynə vurduracam, bundan saç müalicə olunacaq. Saçın müalicəsi çox qlobal mövzudur. Saçın müalicəsi sizin orqanizminizdə olan bütün xəstəliklərdən xəbər verir. Saç kökündə olan o folikulun qidalanması sizin orqanizmdədir. Əgər orqanizmlə saç normal qidalanmayacaqsa, təbii ki, normal qidalanmayan, dəmir azlığı olan, yəni vitamin çatışmamazlığı olan, mineralları az olan, qaraciyər öd xəstəlikləri, mədə bağırsaq xəstəlikləri olan insanlarda saç zəif olacaq. Hormonal problemləri olan testosterondur, prolaktindir, bunların hamısı görün, saysaq nə qədər xəstəliklər saça təsir eləyir. Yəni siz necə bir serumla, hansısa şampunla siz saç müalicəsi eləyə bilərsiniz. Çox gözəl dediniz ötən dəfə ki, şampun necə saç dökülməsini dayandıra bilər? Bu sadəcə yuyucu vasitədir. Bəli, şampun yuyucu vasitədir. Şampun saç müalicə eləmir. İnsanlar bilməlidir ki, tiroidlər, zob xəstələri, adi TSH özü yüksələndə, problem yarananda saçda dolaşıqlıq, qırılma, bax ondan yaranır. Bəzi qadınlar görsə ki, saçında möhkəm bir dolaşma yaranır, qırılma yaranır, quruma yaranır. Məsələn, bunları sən eləmədən hansı serumla saçı müalicə eləyə bilərsən? Həddindən artıq kimyasal boyalardan istifadə edirik, gündəlik fendən istifadə edirik. Bu yerli olaraq saça olunan travmalardır, təsirlərdir. Amma daxili problemdə olduqda saçlar təbii ki, inkişaf etməyəcək. Hətta onu qeyd edeyim ki, saç o qədər aktiv ki, insan öldükdən belə sonra tük ayrılsa da bəzən görsə tük inkişaf eləyə bilir. Ona görə bəli, uzana bilir. Ona görə mən sizə buradan onu qeyd eləmək istəyirəm ki, bu verilişlər vasitəsilə siz nə qədər maariflənirsiniz, eləyirsinizsə, sırf çalışın təbii vasitələrlə müalicələr aparmağa. Təbii vasitələrlə Nərgiz Klinikasının divizidir, bəli. Biz təbii üsullarla müalicə mərkəziyik, düzdür, bütün profillərimiz var. Amma bugün onu qeyd edeyim ki, bizim məhsullarımızın hamısı sırf təbii vasitələrdir. Azərbaycanın dərman bitkiləridir. O dərman bitkiləri ki, bizim orqanizmamız üçün uyğundur və həmişə bunu qeyd edirəm. Sevə-sevə deyirəm, mən heç bir xarici ölkənin dərman bitkisini istifadə eləmirəm. Kimsə reklam xatirinə, nə bilim, kimsə nəyisə xatirinə deyə bilən ki, Çindən gətirdim, Hindistandan. Mən heç bir ölkənin bitkisini qəbul eləmirəm. Azərbaycanın florası daha zəngindir, daha keyfiyyətlidir və bizim hazırladığımız məhsullar da sırf Azərbaycanın dərman bitkiləridir. Nə eləmişsiniz o Məlahət Bayramı ilə, doktor? Onu o qədər sevə-sevə deyirəm. Onu o qədər gözəl hazırlanır və qoxusu da çox gözəldir. O saçdan gələn ətir də çox gözəl olur. Yəni o rahiyə yayılır saçınıza vuranda. O xüsusi ətirləndiriciyə belə ehtiyacı yoxdur. Elə parazitalgin olsun, Məlahət Bayramı olsun. Sizin ixtiralarınız, patentləriniz çoxdur. Bunu bilənlər bilir, bilməyənlər də indi hal-hazırda izləyirlər verilişimizdə və elə alimimizsiniz ki siz, hansı ki daim çalışırsınız bu yöndə, bu istiqamətdə. Amma onu qeyd edeyim ki, mən bu bitkiləri seçdikdə Azərbaycanın qeydiyyatda olan rəsmi dərman bitkilərini, mən buradan istər həkimlərimiz olsun, istər ümumi əhali olsun, onu deyim ki, bizim öz dərman bitkilərimiz fiziologiyanı bilən insan, həkim olsun, bioloq olsun, ya müəllim olsun, fiziologiyanı bilən insanlar bilir ki, bizim orqanizmamız bu təbiətə kodlaşıb. Burada aldığımız, yediyimiz qida, elədiyimiz hər bir şey bizim üçün daha keyfiyyətlidir. Nəinki qıraqdan gələn nə olur olsun,
başqa ölkənin bitkisi, tərəvəzi, meyvəsi sənin o çürük alman qədəri sənə xeyri ola Nə qədər orqanik olur olsun. Bəli, ona görə təbii və natural qidalanmaya, müalicələrə daha çox üstünlük verməyi mən tövsiyə edirəm. Bax, saç xəstəliklərindən danışdıq, amma elə izləyicilərimiz də var ki, dəri problemləri ilə bağlı yazırlar. Bax, bir izləyicimiz yazdı, mən qeyd elədim, deyir ki, bədənimdə ağ ləkələr əmələ gəlir. Bu təhlükəlidirmi? İstəyərəm, bax, belə insanlar çoxdur, uşaqlar da var aralarında. Bəli, dəri ilə bağlı problemlər bugün deyərdim ki, çoxdur. Həddindən artıq qaşınmalar var, dəridə səpkilər var, səbəbsiz, məsələn, heç iz olmadan, məsələn, görsən, gecə tutma şəkilli qaşınmalar var. Bunların dəri ilə bağlı olan problemlər məhz daxillə bağlıdır. Daxildə olan qaraciyərin piylənməsi, qaraciyərdə toksik maddələrin yığılması, qaraciyər yüklənməsi həmin səpkiləri, dəridə olan yaraları əmələ gətirir. Xanıma görə bunları xırdalamaq istəyirəm. Dəridə olan ağ ləkələrin də yaranma səbəb var və hansı səbəbdən yaranır? Mədə-bağırsaq problemi olan insanlarda sorulma prosesi normal olmadığı üçün vitamin balansı zəifləyir. Həmin o boz, dərinin problemləri yarana bilir. Parazitar xəstəliklər, qurd xəstəliklərinin özündən də sonra dəridə qaşınmalar, səpkilərin, həmin uşaqlarda ağ üzlərində boz ləkənin olması müşahidə oluna bilər. El arasında ona, məsələn, deyirlər boz ləkə. Amma ağ ləkələr, ona baxmaq lazımdır. Çünki o vitiligo da ola bilər, dəridə başqa dəmirovlardan da ola bilər. Dəmirovların da növləri var. Dəmirovun 188 növü var. Yəni, psoriaz deyib hamısını psoriaz eləmək olmaz. Yəni, ekzema deyib hamısına ekzema, göbələk olaraq hamısına keç. Bunları dəqiq araşdırmaq üçün düzgün müayinə lazımdır. Və o müayinə olunmadıqdan kör-körənə olan müalicələr sizə istənilən effekti vermir. Çox xəstələr gəlir. O qədər maz qarışdırıram, bunu qarışdırdım, onu qarışdırdım. Belə müalicə alıram, psoriazı belə müalicə elədim. Psoriazın müalicəsi bilirik ki, sinirlə çox əlaqəlidir, mədə-bağırsaqla çox əlaqəlidir, qaraciyər ödlə əlaqəlidir. Psoriazın müalicəsində maz yerli olaraq tək çəkilən maz effektli deyil. Bəli, kəsilən kimi yenidən başlayacaq. Bəli, yenidən qalxır. Onsuz da o xəstəliklər gedib qaydandır. Ancaq ən azından bir remisiya devirinə girmək üçün düzgün bir müalicə üsulu seçildikdə paralel daxillə alınan müalicələr müəyyən dərəcədə çox effektiv təsiri olur. Və biz çalışırıq ki, burada müalicələr haqqında deyirəm, mən təbii üsulları çox vurğulayıram. Bugünkü qida rasionumuz, oturaq həyat tərzi, öddə olan durğunluq, mədə-bağırsaqda olan o qəbizlik, pozulma. Qəbizlik dərinin birinci düşmənidir. Qəbizlik birinci orqanizmdə olan bütün toksinlərin yığılması deməkdir. Və qaraciyərin yüklənməsi deməkdir. Və bunların hamısını nəzərə alsaq, biz orqanizmamıza birinci növbədə mədə-bağırsaq sistemini ümumiyyətlə qadınlara daha çox tapşırıram ki, mədə-bağırsaq sisteminə diqqət yetirin. Nəinki özünüzə, evdə ailə üzvlərinə də. Bir çox xəstəliklərin başlanğıcı oradan başlayır. Və ona görə də mədə-bağırsaq sistemi normal olarsa, parazit özü də mədə-bağırsağı pozur. Bizim bugünkü mövzumuz parazitar xəstəliklərdir. Əgər mədə-bağırsaqda başqa fəsadlar yaranırsa, başqa problemlər yaranırsa, bunların əksəriyyətinin kökündə məhz elə parazitar xəstəliklər durur deyərdim. Çünki onların yaydığı infeksiya, bakteriya, məsələn, viruslar orqanizmdə görün nə qədər fəsad yarar. Qısa bir şey vurğulayım. Baxın, insanlar qrip mövsümü gələndə hamı qorxur ki, qrip virus var. Xəstələnəcəm. Virusdur, virusdan qorunmaq lazımdır. Virusu daha çox anlayışla qəbul edirik. Amma paraziti çox küçümsüyürlər. Parazit də onu kimi bir yaygın infeksiya kimidir. İnfeksiyadır da. İnsandan insana da ötürülür. Bəli, ötürülür. Bizim bütün orqanizmamızda olan bir çox infeksiyon xəstəliklərin yaranmasında məhz parazitlərin rolu var. İmmun sistemin zəifləyəcək, qrip olacaqsan. İmmun sistemin zəifləyəcək, başqa orqanlarında olan xəstəliklərin baş qaldıracaq. Saçında töküləcək, dişlərdə də problem yaranacaq, göz dibində də problem. Qurdun o qədər böyük fəsadları var orqanizm üçün ki. Təsir dairəsi böyükdür onun. Bəli, çox gözəl dediniz. Doğrudan elədir də, yəni fikirləşəndə bir çox xəstəliklərin kökündə dayanır. Bəzən xəstələr
onu o qədər bəsit yanaşır ki, amma qurdun müalicəsinə aparandan sonra nevroloji problemi olan nə qədər xəstələri biz qaytarmışıq. Bəli. Nə qədər belə xəstələr yüngülləşib, rahatçılıq tapıblar. Amma halbuki başqa-başqa həkimlərdə, neçə həkimlə birlikdə qalaq-qalaq dərmanlar, baxın, qucaq-qucaq dərmanlar çıxır. dərmanlarını uzun müddət içən xəstəmiz olub. Mən bunu bir neçə dəfədə vurğulamışam. Amma onun əslində onda nevroloji problem deyildi. Onu ən çox o cür əsəbini, gərginliyini, qorxu, həyəcan. Hətta deyirdim sizə ki, inanımca o xəstə psixotrop dərmanlar belə içməyə başlamışdı. O məcbur eləyirdilər. Sinir sisteminə təsir göstərir birbaşa. Bəli, parazitlər birbaşa ali sinir sisteminə təsir edir. Məsələn, haşlana qurtlarını bayaq niyə dedim? Onlar birbaşa ali sinir sisteminə təsir elədiyi üçün uşaqlarda sudurqaların, epileptik tutmaların olmasına belə gətirib çıxarır. Qıcı olmalar, ani huşun Gecələr uşaqların dişlərin qıcamağı demirik, hər bir halda belə olur, amma qurtlarla amma daha çox bağlı olur. Amma əksəriyyətində qurtların böyük təsir. Həmin xanımın paraziti görüb, o qurd ondan düşdü. Həmin biz onun ödünü yuduq, biz o qurd üçün gəlməmişdik. Ödü yulandan sonra, ondan düşən o parazitdən sonra o soxulcanı özü gözünlə görmüşdü. 3 dənə böyük soxulcan. O gecə o çox rahat yatmışdı. Doktor, ödü yuyulanda o qurtlar da düşə bilir. Bəli, təbii ki, ödün yuyulma prosedurunda orqanizmin bütün təmizlənməsi gedir. Orada qaraciyər də təmizlənir, mədə bağırsaq da təmizlənir, sinir sistemi özü də sakitləşir. Doktor, bayram günlərində hansı günlər işləyirsiniz? Gələcəm mən ödü yuduzdurmağa. Ayın ikisindən işləsiniz o zaman. Ayın ikisindən işləyin. İkisi gəlirəm Nərgis mərkəzinə. Bir dənə ayın biri işləmir, ikisindən həkimlərimizin xəstələri Hardasa bir 15 il bundan qabaq Məlahət xanım mənlə anamı buradan salamlayıram, ödümüzü yadınızdadır. O qədər gözəl mənə təsir eləmişdi. Kim məni görürdü? Hər o vaxtı deyirdilər ki, Günay üzünə neynəmirsən, üzün açılıb, par-par parıldayırsan. Dedim, ödümü yuduzdurmuşam, olmuşam. Üzüm tərtəmiz, makiyajsız belə üzüm par-par parıldayırdı. Günay xanım, baxın, ödün yuyulma proseduru o qədər həssas bir prosedurdur ki, insanlar onu evdə tubaj eləməklə fikirləşirlər ki, yudum ödüm. O elədiyinizdə Məlahət xanımın elədiyidir. Tamam başqa üsuldur, onun sirri var. Çaylar var. Bəli, xüsusi. Və o çaylardan sonra bir gün o tubaj eləmək, öd yumaq deyil. Ondan sonraki prosedur önəmlidir. O yuyulmadan sonra biz onu məsələn sonra aparat vasitəsilə də yuyulmanı aparırıq, kolonoterapiya da eləyirik və sonra 2 ay xəstə müalicə alır, yadınıza gəlirsə, həmin çayları içdir. O, bütün bədənin təmizlənməsi deməkdir. Orada qaraciyərdə olan toksik maddələr təmizlənir, bağırsaqlarda olan şlaklar təmizlənir, mədə-altı vəzdə qalan öd qalığı təmizlənir. 12 barmaq bağırsaq, mədə-bağırsaq sistemi bağırsaq qolları, hamısı tam təmizlənir. İçirik indi tutaq ki, bu dərmanları, tutaq ki, deyirəm, magnezium qəbulu və yaxud da dəmir preparatı anemiyası olanlar, onlar bizim bədənimiz tərəfindən bəyəm hamısı sovrulur, elə deyil. Mədə-bağırsaq sistemimizdə hamısı indi çöküb. Çünki hamımız oturaq həyat tərzi sürürük, hər gün stressdəyik, hər gün tıxaclardayıq, hər gün hirslənirik, hər gün deyinirik. Bunlar hamısı da bizə təsir göstərir də. Geyimlərimiz də bərbaddır, onu da deyim ki, mən materiallar, Allah rəhmət eləsin, bizim anamız heç vaxt sintetik alt paltarı giyməzdi. İstər uşaqlarda, böyüklərdə, ümumiyyətlə sintetik paltarlar özü belə orqanizmdə müəyyən fəsadların, qaşınmaların, dərinin probleminə qədər gətirib çıxardır. İltihabı, vaspolitilini prosesə qədər gətirib çıxardır. Keçmişdə, qoy biraz mövzudan kənar olsun, padişahlar ipəkdə yatardı. İpək, təbii şəki ipəyi var. Təbii ipəklər sinir sistemini sakitləşdirir və həmçinin də orqanizmdə çox böyük rahatlıq gətirir. Ona görə o vaxtı hamısı xaralar, ipəklər, padişahların bir fikir verir. Xüsusi geyimlər. Məsələn, o geyimlərin əksəriyyətində təbii ipəklər daha çox istifadə olunurdu. Katan, təbii katon, pambıq məhsullar. Bunlar təbii ki, bizim orqanizmamız üçün çox önemli. Qaşınan insan sintetik bir maykanı giysə, bu indi biraz mövzudan kənar olsun. Məlahət xanım, hər mövzuda danışmaq olar. Əsas odur ki, hər bir dediyi söz çox faydalı olur. Məlahət xanım, mən sizə təşəkkür edirəm. Minnətdaram, çox sağ olun bu fikirlərinizi, bu illər ərzində bilgilərinizi bizimlə bölüşürsünüz. Bir daha qeyd edim, Nərgis Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktor Məlahət Qəhrəmanova bizlə bərabər idi və sağlam gün ay verilişindən müraciət edən hər kəsə ekranda gördüyünüz nömrələrlə əlaqə saxlayıb qəbula yazıla bilərsiniz. Qəbul ödənişsizdir. Saç problemi
problemləri, parazitar xəstəliklər, dəri xəstəlikləri, öt durğunluğu, mədə-bağırsaq problemləri ilə də bağlı müraciət edə bilərsiniz. Mən isə sizinlə bu həftəlik sağollaşıram. İnşallah